Milli Məclisin yeni seçilmiş gənc 32 yaşlı deputatı Naqif Həmzəyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məmməd Əmin Rəsulzadə haqqında dediyi sözlər cəmiyyətdə ciddi etirazla qarşılanıb. Yeni Azərbaycan Partiyasının üzvü olan deputatın fikirləri ilə hakim partiyanın da narazılığı ilə qarşılanıb. Mövzunu Ləman Ələşrəf qızı davam etdirir. Məmməd Əmin Rəsulzadənin müstəqil Cumhuriyyətin qurucusunun adı 2 gündür ölkə mətbuatında müzakirə predmetinə çevrilib. Böyük şəxsiyyətlər ətrafında həmişə söz-söhbət olar, amma böyük şəxsiyyətlər xırda ambisiyaların predmetinə çevriləndə söz-söhbət də böyüyür. Bu dəfə də böyük söhbəti Milli Məclisin deputatı Naqif Həmzəyev edib. Tamaşaçıya hələ bu ad heç nə demir. Çünki Naqif Həmzəyev Milli Məclisdə təzədir. Özdə cavan, vurtut 32 yaşı var, gəncədən seçilib. Açığı gözləmək olardı ki, onun parlamentdə qaldıracağı ilk məsələ Məmməd Əmin Rəsulzadənin Gəncə parklarından birində başına torba keçirilmiş heykəl olacaq. Hansı ki, zaman-zaman mətbuatda bu haqda danışılıb. Hətta ötən il Prezident İlham Əliyevin Rəsulzadənin yubileyi ilə bağlı sərəncamı da bu torbanı pərçim edildiyi yerdən qoparda bilmədi. Torbanı Rəsulzadənin başı üçün biçənlər hər cür reaksiyaya təxminən belə qarşılıq verdilər. Gilasdır, torbadan tökülür. İndi də bir qrup jurnalistin əlinə fürsət düşüb, eyni məsələni təzə seçilmiş deputatın diqqətinə çatdırıblar. Bəs deputatın cavabı nə olsa yaxşıdır? Deyib ki, mən Məmməd Əmin Rəsulzadə adında tarixi şəxsiyyət tanımıram. Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı və s. Bilmirəm, deputatla yemək içmək məclisində oturan jurnalistlərdən kimsə ona deyə bilibmi ki, siyasi tarixi şərait üzündən arvad uşağına sahib çıxa bilməyən Rəsulzadə bayrağına sahib çıxdı axı. O, Azərbaycanın 3 rəngli bayrağını ta ölən günə kimi redaktoru olduğu jurnalların üz qabığında yaşatdı. Yaşatdı ki, Naqif Həmzəyev kimlər bu bayrağın altında deputat seçilib, millətinə, xalqına xeyirli övladlar olsunlar. Yaşatmadı ki, çıxıb onun haqqında hərzə hədyan danışsınlar. Məlumat üçün deyim ki, deputatın bu açıqlaması sosial şəbəkələrdə, mediada pislənilib. Hətta onun deputatlıqdan geri çağırılması üçün Facebookda səhifələr də yaradılıb. Naqif Həmzəyevin Rəsulzadə haqqında dedikləri təmsil etdiyi Yeni Azərbaycan Partiyasında da sərt qarşılanıb. Partiyanın mətbuat katibi Hüseyin Paşayev bizimlə söhbətində bildirdi ki, bu Naqifin şəxsi mövqeyidir və partiyada heç kim bunu dəstəkləyə bilməz. Cənab Prezident Rəsulzadənin yubileyi ilə bağlı sərəncam imzalayıb. Hər il İstiqlal abidəsini ziyarət edir və dəfələrlə bildirib ki, indiki Azərbaycan 1918-ci il müstəqil Cumhuriyyətin siyasi varisidir. Xatırladım ki, Rəsulzadəyi sayğını hələ illər öncə Heydər Əliyevdə nümayiş etdirmişdi. İstiqlaliyyəti birinci qaldıran 18-ci ildə Məmməd Əmin Rəsulzadənin bir dənə orada şəkili yoxudur, bir dənə şüarı yoxudur. Rəsulzadə adlı tarixi şəxsiyyəti tanımayan Naqif Həmzəyev əminəm indi onu tanıyacaq. Çünki o Rəsulzadədir. Hər cür mandatdan yüksəkdə duran kişi.